Salam Əzər usta. Salam Eşən, necəsən? Nə var, nə yox? Sağ ol, nə hazır edirsən? Sən dananın quyruqlarını sifariş verdi. Onu görsən onu. İndi bunu hazırlamıyorsun, yəqin göstərərsən bizə. Çəkib paylaşıram. Yenə də bax, qəşəng duzluyursan, yenə də çəkirəm, paylaşıram ki, bax, görsünlər ki, bunu qəşəng belə duzlamaq lazımdır Eşən. İyi olsun. Duzladığını qəşəng. Tuzluyoruz. Var burada her şey burada. Pomidor da burada, sarımsağı, limonu, her şey. Şöyle başka ne vursun usta? Valla kırmızı bir pislik kavruysa qəşəng. Şöyle Eşən bunu. Düzdən al usta. Okeysin, bax, belə sərqəli düzmək lazımdır ki, qəşəng də pişsin. Bunları çəkib paylaşıram, hərə bir söz yazır. Biri deyir, mən qazanda pişirəm, biri deyir, mən nə bilim, falan şeydə pişirəm. Qazanda yaxşı çıxma. Mən deyirəm ki, bu yenilikdir, bu başqa bir şeydir. Bunu prob edeyim, peşman olmazsın. Ya çəkib paylaş. Ya sonra elə Yəni mən bunu videosunu mən də göstərmir. pişirmişəm, onu qazanda da pişirmişəm, nəyim küpdə də pişirmişəm, amma yəni bunun dadı bir başqa cür olur da. Yəni bu Effekti başqadır. Onların o pişirəşlikləri kimi deyil. Görürsünüz, 4 saata pişirir qəşəng, yüksək səviyyədə. Düzdür, biraz gec pişir, amma yəni pişəndən sonra Əsas pişir, dadlı çıxır. möhtəşəm bir şey. Aralarına qəşəng sarımsaq. Ədviyyatların da var. Bu biraz aromatı başqa cür olsun o sözünün işi. Sən ki bu işləri bilirsən, ayırsın. Sonra da bu bağlayandan sonra qoysan tufafları. Hə, tufafaya qoysan, bu səliqəli bükmək lazımdır sadəcə. Səliqəli bükdün, sür. Biraz da kəkir tuz atırsan, buna apelsin də vura bilərsin, amma mən vurmuram da. Elə belə, bax, beləcə qoyursan. Dad vermək üçün apelsini istəsəz biraz. Bax, səliqəli bükmək lazımdır ki, havası çıxmasın. Bax, bükdün belə. Öz havasında, öz suyunda. Parda. Buna da nə su tökmürsən, nə də heç nə. Bir parla hamda da suyun bırakıp olur. Ha bak. Bomba kimi. Bir sözünə dərmanla. Bir şeyinin dərmanı. Bütün xəstəliklərin dərmanı. Qürüqlü olur. Gedəcək indi hara? Bunu böyle keçək. Şimdi yani qabaqcadan sipariş vermək lazımdır. Bir gün qabaq ya səhər tezdən sipariş vermək lazım ki bu pişsin çatsın. Yəni bu 4 saat Bu usta, qalmalıdır peçdə. izləyicilərə nə deyə bilərsən burada? İzləyicilərimə deyə bilərəm ki, Allah canınızı sağ eləsin. Məni izləyirsiniz, bəyənirsiniz. Mənim bilirsən də yaşam TikTok, YouTube eyni hesabımdır. Hər şey. Adım yəni hər ikisində eyni gedir. Eyni, TikTokda da, YouTube'da da, Instagram'da da. Hər ikisinə, üçünə abunə olub takip atmağı unutmayın. İnşallah maraqlı, əlimizdən gələn maraqlı videoları çəkib sizinlə paylaşırıq. Valla bu mənə lazım deyil. Mən onsuz da bunu eləyirəm. Onsuz da çəkib paylaşıram ki, görməyənlər də görsün. Bəlkə kimsə ürək istəyir, evdə eləsin, heç bura gələ bilmir, evdə pişirsin, yesin. Yəni onlar üçün bunu çəkib paylaşıram. Prosta orada müəyyən insanlar var da, görsən evdə oturur. Ağzına gözünə. Yəni onları nəzərə alın. Heç nə usta, Allah kömək olsun. olsun.